Abşeron rayonunda Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayram münasibətilə təşkil edilən silsilə tədbirlər davam edir. Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbdə keçirilən bayram şənliyi isə öz möhtəşəmliyi ilə yadda qaldı. Tədbirdə çıxış edən sözü gedən tam orta məktəbin direktoru Vüsal Süleymanov əvvəlcə hər kəsi bayram münasibətilə təbrik etdi və Həmrəylik günün yaranma tarixindən geniş bəhs etdi. Bildirdi ki, 31 dekabr Dünya Azərbaycanlı Həmrəylik günü bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş şəkildə qeyd olunur. Daha sonra söz məktəb şagirdlərinə verildi. Uşaqların bir-birindən maraqlı musiqili kompozisiyaları alqışlarla qarşılandı. Şamların bir talaşa, ruhların boşa boşa, aman bir yaşa yaşa, Azərbaycan, Azərbaycan. Tədbirin sonunda bayramın rəmzi atributu olan Şaxta baba və Qarqız uşaqları təbrik edib, təşkil edilən hədiyyələri təqdim ediblər. Nizami Rəsulov, Kamil Quliyev, Valid Kərimov, Dünya TV.